إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Əziz qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və in ta'uddu ni'matallahi la tuhsuha." Əgər siz Allahın sizə verdiyi nemətləri saysaz, onun çoxluğundan onu sayıb qurtara bilmərsiniz. Vallahi ki belədir. İnsan Allahın ona verdiyi nemətləri saymaq istəsə, ömrü ancaq Allahın ona verdiyi nemətləri saymaqla keçər. Yəni Allahın insana verdiyi nemətlər saysız hesabsızdır. Və demək olar ki, verdiyi nemətlərin əksəriyyətinin də dəyəri belə yoxdur. Ona görə kasıb bir oğlan alimin yanına şikayətə gəldikdə buyurur ki, mən kasıbam və şikayət eləməyə başlayır. Alim ona deyir ki, zəngin olmaq istəyirsən, mən sənə 1000 dinar verirəm, qızıl pul. Bir əvəzində gözlərimi istəyirəm. Oğlan tərəddüd etmədən deyir ki, yox, razı deyiləm. Deyir, verirəm 1000 dinarı, onda gözün də qalsın, əllərimi kəsib götürüm. Razı olmur. Deyir, yaxşı, əlin də sənə qalsın, gözün də sənə qalsın, ayaqlarımı kəsim götürüm. Razı olmayandan sonra deyir ki, subhanallah, Allah Teala sənə elə nemətlər verib ki, qiyməti belə yoxdur. Ancaq sən bu günlərim gəlib, kasıbçılığından şikayət edirsən. Heç bunların deyir, şükrünü ödəmisənmi? Ona görə insan Allahın ona verdiyi nemətləri daima xatırlamalıdır. Və onları xatırladıqdan sonra şükür eləyib, o nemətləri düzgün istifadə eləməlidir. Ki, Allahın rızasını qazansın. Və bu nemətlərdən də biri danışıq nemətidir. Allah Teala xüsusi olaraq bu neməti Quran-ı Kərimdə qeyd edir. Və buyurur ki, Ələm nəcəlləhu ayni və lisənən və şəfətin. Məgər biz sizə, yəni insana 2 göz vermədikmi? 2 dodaq və 1 dil vermədikmi? Fikir verin, görmək və danışmaq nemətini Allah Teala xatırladır. Ki, insan şükür eləsin. Həqiqətən Allah Teala'nın verdiyi göz nemətinin dəyəri belə yoxdur. Əlhəmdülillah, insan göz sayəsində Allahın verdiyi bütün bu hər bir şeyi görür. Və həmçinin insan öz fikrini danışıq vasitəsilə çatdırır. Bu böyük bir nemətdir. Fikir verirsiniz, bəzi insanlar var ki, eşidirlər, ancaq danışa bilmirlər. Danışa bilmədikləri üçün danışmaq istədikdə necə hirslənirlər? Ancaq bu günlərin biz əlhəmdülillah fikrimizi rahat şəkildə ifadə edirik. Və ona görə nə etmək lazımdır? Bu neməti düzgün dəyərləndirmək lazımdır. Bu nemətdən Allahın rizasını qazanmaq üçün istifadə eləmək lazımdır. Allah Teala nə buyurur? Ya eyyuhəllədinə əmənuttəqullah və qulu qavlən sədidən. Deyir, ey iman gətirənlər, Allahdan qorxun. Allahdan qorxunu xatırlatdıqdan sonra buyurur ki, doğru danışın, doğru söz danışın. Nəyi qeyd edir? Dil nemətini. Allah Teala bunu sənə verib, istədiyin şeyi danışa bilərsən. Ancaq hər bir kəlməyə görə sən Allah qabağında cavab verəcəksən. Hər bir kəlmənin məsuliyyəti sənin boynundadır. Və Allah Teala da bu ayədə əmr eləyir ki, doğru danışın. Yəni Allahı razı salacaq şeylər danışın. Ona görə insanlar danışığına görə 4 qismə bölünürlər. Birinci qism o şəxslərdir ki, danışmazdan əvvəl fikirləşib danışırlar. Və möminə yaraşan sifət də məhz budur. Mömin nə isə bir şey danışmaq istəyirsə, mütləq onu fikirləşib ağzından çıxartmalıdır. Əgər xeyirdirsə danışmalıdır. Əgər xeyir deyilsə, susmalıdır. Əgər Allahı razı salacaq şeydirsə, danışsın. Yox, Allahı narazı salacaq şeydirsə, susmalıdır. Bu cürə insanlar çox az xəta eləyirlər. Nəyə görə? Dilləri ilə çox az xəta eləyirlər.
Nəyə görə? Çünki fikirləşib danışırlar ona görə. İkinci qism o insanlardır ki, danışa-danışa fikirləşirlər. Bu insanlar da birinci qism insanlardan olmasalar belə, yenə də tərifə layiq insanlardır. Nəyə görə? İnsan fikirləşdikcə öz xatasını görə bilir. Və birinci qədər də olmasa, yenə də az xəta edir. Yəni mömin çalışmalıdır ki, birinci qismdən olsun. Fikirləşsin, sonra danışsın. Əgər bacarmırsa, heç olmasa danışa-danışa artıq fikirləşsin. O söz onun xeyrinədir, ziyanınadır. O dediyi kəlmələr Allahı razı salır, narazı salır. Və ona uyğun hərəkət eləməlidir. Üçüncü qism insanlar bədbəxt insanlardır. Danışandan sonra fikirləşirlər. Sözü deyirlər, deyir, mən fikirləşmədən dedim. Bu cürə insanlar görsən ki, xəta ilə doludur. Xətaları həddindən artıq çoxdur. Nəyə görə? Çünki ağızlarından çıxartdığı ifadəni fikirləşmirlər. Və görürsən ki, bu cürə insanların dilində yalan da olur, qeybət də olur, nəmmamlıq da olur. Allahı narazı salacaq sözlər çox olur. Fitnə fəsada gətirib çıxardır. İnsan bu qism insanlardan olmamalıdır və bu cürə insanlardan da uzaq olmalıdır. Dördüncüsü isə elə insanlar var ki, nə danışmazdan əvvəl fikirləşir, nə danışa-danışa fikirləşir, nə də ki, danışdıqdan sonra fikirləşir. Bu insanlar isə pis insanlardır, facir insanlardır, bədbəxt insanlardır, ağzına nə gəldi danışırlar. Və bu cürə insanlardan da cəmaət qaçır. Bizim el arasında da deyirlər, filan kəs ağzını danışığını bilmir. O cürə insanları nə Allah Taala sevir, nə də insanlar sevir. Heç insanlar o cürə insana da hörmət qoymurlar. Bu möminə yaraşmayan sifətlərdir. Ona görə Allah Taalanın nimətini insan daima xatırlamalıdır. Və Allahın nimətindən düzgün istifadə etmək lazımdır. İbrahim et-Teymi rahmehullah buyurur ki, mömin şəxs danışmaq istədikdə fikirləşər, xeyrinə olduqda danışar, xeyir olduqda danışar, əks halda isə susar. İbrahim et-Teymi məşhur alimlərdəndir, hədis alimlərindən. Gör nə sözünə necə başlayır? Mömin şəxs. Çünki həqiqətən mömin şəxs ancaq danışmazdan əvvəl fikirləşər. Xeyir olduqda danışar, əks halda isə susar. İnsan düşünməlidir. Anamız Ayşə radiyallahu anh'a nə deyir? Deyir, ağzından çıxan hər bir kəlmə sənin əleyhivədir. Ancaq Allahı razı salacaq kəlmələrdən başqa. İnsan nə danışırsa hamısı qeydə alınır və hər bir kəlməsinə görə cavabdehdir. Ola bilər sən bu dünyada bunu dərk eləməyəsən. Ancaq Allah Taala Peyğəmbəri bizə xəbər verib. İnsanın ağzından çıxan hər bir şeyə insan cavabdehdir. İnsan ona görə cavab verəcək. Liyəsələ sadiqin ən sidqihim. Doğru danışanlar belə qiyamət günü neyəcəklər? Doğru danışdıqlarına görə belə sorğu-sual olunacaqlar. Peyğəmbərlər ən doğru danışan insanlar idi. Peyğəmbərlər belə sorğu-sual olunacaqlar. Ona görə Allah Taala'nın verdiyi hər bir neməti, xüsusilə də dil nemətindən insan düzgün istifadə eləməlidir. Ətrafındakı insanlara bax. Nə qədər insan var ki, bu nemətdən məhrumdur. Amma Allah Taala bunu sənə verib. Allah Taala bunu sənə nəyə görə verib? Onu düzgün istifadə eləyəsən deyinə verib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir gün sahabələrinə sual verir. Sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verir. Buyurur ki, insanları ən çox cənnətə salan şey nədir? Ey Allahın elçisi. Yəni insanlar ən çox nəyə görə cənnətə girəcəklər? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qorxusu və həyalarına görə cənnətə girəcəklər. Birinci,
Allaha qarşı ədəbinə görə, ikinci də ki, insanlara qarşı ədəbinə görə cənnətə girəcəklər. Yəni birinci Allah qorxusu. İnsan Allahdan layiqincə qorxarsa, onun dediklərini yerinə yetirər. Onun qadağan elədiyi şeylərdən çəkinər. Və bu da onu nəyə aparır? Cənnətə aparır. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm Allah qorxusundan sonra nəyi buyurdu? Həyanı buyurdu. Həyasız insandan nə istəyirsən gözlə. Həyasız insan hər bir əməli eləyə bilər. Ona görə bizim dinimiz həyalı dindir. Həya dinidir. Xüsusən də insan danışdıqda həya eləməlidir. Özündən böyüyən rəftarda baxmalıdır. Həyalı olmalıdır. Uşaqla belə rəftarında həyalı olmalıdır. Ərin arvada qarşı rəftarı, arvadın ərə qarşı rəftarı, ananın ata, atanın ana, övladın ata-anaya qarşı rəftarı. Hamısı həya üzərində qurulub. Hər kəs öz yerini bilməlidir. Hər kəs fikirləşib danışmalıdır. Dinin bizə sərhəd qoyduğu çərçivəni aşmamalıdır. Aşanda nədir? İnsan artıq günaha girir. Və dil də elə bir nemətdir ki, onu düzgün istifadə eləməyəndə cəhənnəmə aparır. Ona görə sahabə sonra Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşur ki, bəs insanları cəhənnəmə sürükləyən şey nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, dili və övrət yerləri. Ən çox insanlar məhz dili və övrət yerlərinə görə cəhənnəmə girəcəklər. Çünki insan dili ilə şirk də eləyə bilir, Allaha üsyan da eləyə bilir. Allah qorusun. Yəni ən böyük günahları belə eləyə bilir. Dilin vasitəsilə. Həmçinin də insanlara zülm eləmək ən böyük günahlardandır. İnsan da dili vasitəsilə daha çox zülm eləyir. Nəinki əli vasitəsilə. Bu günlərim 100 nəfərdən 95 nəfəri başqa insanlara dili ilə zülm eləyirsə, cəmi 5 nəfəri əli ilə zülm eləyir. Ona görə müsəlman bu nemətdən düzgün istifadə eləməlidir. Sufyan İbni Abdullah radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum. Mənə elə bir əməl tövsiyə et ki, ona əməl edeyim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, denən ki, Rəbbim Allahdır və doğru ol. Və sonra isə buyurdum, ey Allahın Rəsulu, mənim üçün ən çox qorxduğun şey nədir? Əli ilə dilini göstərərək dedi ki, bax bu. Subhanallah, fikir versiniz. Bu. Yəni dil bu cürə qorxulu əzadır. Əbu Səid el-Xudri radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün dedi. Adəm övladı yuxudan qalxdıqda bütün əzaları dilə deyərlər. Bizim haqqımıza görə Allahdan qorx. Sən doğru olduqda biz də doğru oluruq. Sən yalanı olduqda biz də səni təsdiq edirik. Yəni ona görə insan fikir verməlidir. Danışığına fikir verməlidir. Ağzından çıxartdığı hər bir sözə fikir verməlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə qayda verib. Qayda verib. Əgər müsəlman o qaydaya əməl eləyərsə, dil nemətindən düzgün istifadə eləmiş olar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Allaha və axirət gününə inanırsa, ya xeyri söyləsin, ya sussun. Bu qaydadır. Ya xeyri söyləsin, ya da sussun. Ona görə danışmazdan əvvəl fikirləş. Bu danışdığım şey xeyirdir, yoxsa yox? Bu danışdığım şey məni Allaha yaxınlaşdırır, yoxsa yox? Ondan sonra qərar ver, danış. Əgər xeyirdirsə danış. Əks halda isə susmaq sənin üçün daha xeyirlidir. Səhl ibn Səd radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, kim mənə dili ilə övrət yerini qorumağa zamin durarsa, mən də onun cənnətə girməyinə zamin duraram. Fikir verirsiniz, necə əzəmətli hədisdir.
Yəni ona görə müsəlman bu iki əzasını nə etməlidir? Özü özündə zamin durmalıdır. Düzgün istifadə eləməlidir. Həmin o düzgün istifadə eləyərsə, bu əməli onu hara yaxınlaşdırır? Cənnətə yaxınlaşdırır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedisə haqdır. Zamin durar Peyğəmbər sallallahu aleyhi və səlləm. Kim istəməz ki, qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləm onun cənnətə girməsinə zamin dursun? Kim istəməz bunu? Əgər istəyirsənsə, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisini xatırla. Xeyirdirsə danış, xeyir deyilsə sus. Əbu Dərda radiyallahu anhu bir gün sahabələrlə yol getdikdə bir nəfərin söyüş söydüyünü və pis sözlər danışdığını görür. Buyurur, vallahi, həmin adam lal olsaydı, bu onun üçün daha xeyirli olardı. Bu onun üçün daha xeyirli olardı. Yəni, ona görə müsəlman nə etməlidir? Danışdığı hər bir kəlməyə fikir verilməlidir. Yəni, insan ümumiyyətlə çalışmalıdır. Müsəlman, xüsusən də müsəlman çalışmalıdır ki, danışığına fikir versin, az danışsın. Çox danışmaq insanı gözdən salır. Çox danışmaq insanı çox xəta etməyə sövq eləyir. Ona görə Həsən el-Basri rəhməhullah buyurur ki, çox danışanın çox yalanı olar. Kimin malı çox olarsa, onun da günahı çox olar. Təbii ki, Allahın istisna elədiyi şəxslər başqa. Əgər insan çox da danışa bilər, amma necə bu nimətdən düzgün istifadə eləyərsə. Necə ki, İbn Abdülbar rəhməhullah buyurur ki, mən deyir, İbn Teymiyyə haqqında eşitmişdim, ancaq onu bir o qədər xoşlamırdım. Yəni, bəyənmirdim. Çünki özündə də bəzi xətalar olur. Və deyir ki, İbn Teymiyyə çox danışan adam idi ona görə. Və mən də onu bəyənmirdim. Özü də əvvəl əhl-i sünnə məzhəbində olmur deyinə, yolunda olmur deyinə, bəzi xətaları olur deyinə, İbn Teymiyyə bir o qədər bəyənmir. Buyurur ki, məclisdə elə oldu ki, İbn Teymiyyə ilə görüşməli oldum. Vallahi deyir, İbn Teymiyyə danışırdı. Buyurdum ki, kaş bu insan susmaya. Kaş bu insan susmaya. Nəyə görə? İnsan özünə fikir verir, ancaq Allahı razı salan şeylər danışır. Əgər sən də Allah və Rasulunun razı salacaq şeylərdən danışırsansa, Quran və hədisdən danışırsansa və yaxud da sələfin başına gələn hadisələrdən, Quran və sünnəni necə yaşamalarından danışırsansa, danış. Yəni, Allahı razı salacaq şeylər danışırsansa, danış. Amma əks halda nədir? İnsan susmalıdır. Yəni, dilin də gətirdiyi bəlalar həddindən artıq çoxdur. Həddindən artıq çoxdur. Yəni, dilin insanı sürüklədiyi şeylər həddindən artıq çoxdur. Müsəlman çalışmalıdır ki, onların hamısından çəkinsin. Ancaq bəzi şeylər var ki, bizim aramızda da geniş yayılıb. Müsəlmanlar arasında. Məsələn, onlardan birincisi ki, qeybətdir. Bu günlərin müsəlman məclislərinə gedirsən belə, görürsən ki, qeybət eləyirlər. Yəni, biz hamımız bilirik ki, qeybət nədir? Biz hamımız bilirik ki, qeybətdən uzaq olmaq lazımdır. Ancaq görürsən ki, bizi şeytan onu o qədər bəzir ki, biz özümüz də oturub o haram meyvədən yeyirik. Olmaz. Çəkinmək lazımdır. Müsəlmana yaraşmır ki, o cürə məclislərdə iştirak eləsin. Yaraşmır. Sənin boynuna düşən o məclisdəki olanları susturmalısan. Və Allahın ayələrindən, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərindən dəlillər gətirməlisən ki, qeybət haramdır. Bu məclis haram məclisdir. Bu məclis bizi Allaha yaxınlaşdırmır, bu məclis bizi Allahdan uzaqlaşdırır. Yox, əgər bacarmadınsa, onlar danışığına davam edirlərsə, sən boynuna düşən oranı tərk eləməkdir. O cürə insanlarla oturmamalısan. Bu dinin bizə qoyduğu qaydadır. Qeybət edən şəxslərlə oturmaq olmaz. Həsən el-Basri rəhməhullah buyurur ki, insanın arxasınca danışmaq 3 növdür. Qeybət, böhtan və ifk. Qeybət
onların içində hələ ən yüngülüdür. Qeybət nədir? Müsəlmanda olan bir şey danışırsan, ancaq özü yoxdur. Özü bilsə ki, sən onun haqqında danışmısan, onun xoşuna getməzsə bu qeybətdir. İkincisi böhtandır. İnsanda olmayan bir şeyi onun haqqında deyirsən. Bu daha böyük günahdır. Bu da əslində qeybətin növlərindəndir, ancaq qeybətdən daha böyük günahdır. Üçüncüsü də ifkdir. İfk nədir? Kimsə sənə yalandan bir xəbər deyibsə, o yalan xəbəri yayırsan. Yəni, müsəlman bu üç növündən də nədir? Çəkinməlidir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Meyracda insanlar göstərirlər, əzab verirlər. Nəyə görə? Qeybət elədiklərinə görə. Ona görə müsəlman qeybətdən çəkinməlidir. Müsəlman qeybətdən uzaq olmalıdır. Ömər ibn Xattab radiyallahu anh buyurur ki, Allahı çoxlu zikr eləyin. Allahı zikr eləmək şəfadır. İnsanların qeybətini etməyin, çünki insanların qeybətini etməyi xəstəlikdir. Yəni, insan qeybətə başladısa, o xəstəliyə tutulur. Bir dəfə, iki dəfə artıq səndə o adi hal almağa başlayır. Və görürsən ki, insan qeybət edir. Artıq ona deyəndə ki, qeybət eləmə, ona adi gəlir. O qədər qeybət edir ki. Müsəlmana yaraşmayan sifətdir. Müsəlman bundan uzaq olmalıdır. Həsən el-Basri bir nəfər gəlib deyir ki, eşitmişəm, mənim qeybətimi eləmişsən. Həsən el-Basri gülür, deyir ki, əgər mən sənin qeybətini eləsəydim, mən öz savablarımdan sənə vermiş olardım. Mən niyə görə sənin savablarımı verməliyim? Əziyyət çəksən, ibadət eləysən. Ancaq nədir? Qeybət elədikdə o savabların uçur gedir, başqasına gedir. Və qiyamət gündə müflis olan şəxslər kimlər olacaq? Peyğəmbər sallallahu sual verir, müflis kimdir? Müflis o şəxsdir ki, malı mülkü yoxdur. Dinimizdə isə müflis o şəxsdir ki, qiyamət günü namaz, zəkat, oruc, həc ibadətləri ilə gələcək. Ancaq nədir? Onu söyüb, onun haqqına girib, onu döyüb və s. Savablarından götürəcəklər. Savabı bitdikdə onların günahından götürüb bunun boynuna qoyulacaq və eləcə cəhənnəmə atılacaq. Hansı ki, ibadət eləyib. Ona görə qiyamət günü insanlar gələcək, dağlar boyda savabına arxalanıb gələcək, gəlib görəcək ki, fəcəlinəhu həbən mənsura, toz kimi havaya uçurulub. Niyə? İnsanların haqqına girdiyinə görə. Ancaq insanlar olacaq ki, qorxu ilə gələcəklər ki, savabımız az gəlib görəcəklər ki, nə qədər savabı var. İnsanlar onun haqqına girdiyinə görə Allah Teala ədalətlidir. Onların savablarından götürüb buna verib. Həmçinin qardaşlar, insanın dili ilə etdiyi böyük günahlardan da biri nəmmamlıqdır. Nəmmamlıq. Nəmmamlıq nədir? İki nəfərin arasını vurmaq üçün arada söz gəzdirirsən. Bu da böyük günahlardandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, nəmmam cənnətə girməyəcək. Nəmmam cənnətə girməyəcək. Ona görə nəmmamın elədiyi bir şeyi, bir gündə elədiyini falçı görsən ki, bir ilə cəhd edir, onu eləyə bilmir. Amma nəmmam onu bir sadə eləyir. Oturur, bunun sözünü ona danışır, onun sözünü buna danışır. Qardaşlar arasında dava düşdü, çalxalandı, aləm dəydi biri-birinə. Nəmmamlığa görə. Yaxşı, bunu elədin. Bunun məsuliyyətini qiyamət günü daşıya biləcəksən, bunun altından çıxa biləcəksən, müsəlman bu şeyləri də fikirləşməlidir. Bu günlərim əməl var, hesab yoxdur, sabah hesab var, əməl yoxdur. Onda nə edəcəksən? Onda nə edəcəksən? Həmçinin dilin qazandığı günahlardan da biri yalandır. Bugün yalan görürsən ki, bizim aramızda adi bir hala gəlib. Hansı ki, yalan danışmaq münafiqliyin əlamətindəndir. Müsəlman münafiqliyin əlamətindən uzaq durmalıdır. Yalan danışmaq cahillikdə dövründə belə eyib hesab olunurdu. Özlərinə kişi deyənlər yalan danışmağı özlərinə sıxışdırmırdılar. Hələ cahil idilər. Müsəlman deyildilər. Əbu Süfyan Şamda
ticarətə getdikdə Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinədən Herakla məktub yazır. Herakl da Avropadan durur Qüdsə Allaha şükür eləmək üçün gəlir. Çünki əhd eləmişdi ki, əgər biz Rumlar Fars üzərində qələbə çalsaq, Qüdsə şükür eləmək üçün gedəcəm. Və həmin o dövrlərdə də Rumlar Farslara qalib gəlir və Herakl Avropadan durur Qüdsə Allaha şükür əlaməti olaraq gəlir. Və həmin o zamanda Peyğəmbər sallallahu məktubunu çatdırırlar. Herakl da dindar adam olur. Herakla məktub verdikdə oxumur. Deyir ki, gedin bazara, görün bu özünün Peyğəmbər olduğunu iddia eləyən insanın qəbiləsindən kim varsa tutun gətirin. O vaxtda da Əbu Süfyan hələ İslamı qəbul eləməmişdi. Ticarətə gəlmişlər Şama. Gətirirlər Heraklın qabağına və Herakl özü yuxarıda oturur taxtında. Onları da bir cərgə düzdürür və onlardan soruşur ki, sizin aranızda qohumluq əlaqəsi baxımından o özünü Peyğəmbər adlandıran şəxsə yaxın olan kimdir? Əbu Süfyan deyir, mən. Deyirsən, qabağımda otur. Qabağında oturur. Əbu Süfyan adamlarını da arxasında bir cərgə düzdürür ki, heç kəs qabağını, yəni yanındakının nə əməl elədiyini görməsin, qabağındakının nə əməl elədiyini görməsin. Özü də hamısını görür axı belə cərgədir. Bir cərgə düzdürür. Deyir ki, mən buna suallar verəcəm, tərcüməçi vasitəsilə təbii. Əgər o nəyisə yalan desə, mənə gözünüzlə işarə eləmək kifayətdir ki, biləcəm ki, o yalan danışır. Yalan danışır. Gör, Əbu Süfyan nə deyir? Deyir, mən bilirdim ki, mən yalan danışsam belə, qövmüm məni Heraklın ayağına verən deyil. Ancaq yalan danışmaq eyib sayıldığı üçün mən deyir, həmən günü yalan danışmadım. Fikir verirsiniz. Və Herakl nə soruşursa, hamısına düzgün cavab verir. Baxmayaraq ki, heç müsəlman deyildi həmin vaxtda. Amma özünə sığışdırmır yalan danışsın. Əslində yalan danışıb Peyğəmbər sallallahu aleyhi və səlləm barədə yaxşı sözlər deməyə bilərdi, aldada bilərdi. Və Herakl da onun həqiqi Peyğəmbər olduğunda artıq şübhəyə düşəcəkdi. Heraklın cavablarına əsasən Herakl deyir ki, yəni bilir ki, o həqiqi Peyğəmbərdir. Deyir, vallahi deyir, o mənim torpağımdan çıxsaydı, mən gəlib onun ayağını öz əllərimlə yardım. Sadəcə olaraq iman gətirmir. Bilir o həqiqi Peyğəmbərdir. Nəyə əsasən bilir? Əbu Süfyan cavablarına əsasən. Və Əbu Süfyan istəsəydi, onu Peyğəmbər sallallahu yalan danışardı. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yalancı olduğunu ortaya çıxardardı. Yəni, öz tərəfindən. Və Herakldan kömək istəsəydi, Herakl ona kömək verə bilərdi. Və istədi Peyğəmbər sallallahu aleyhi və səlləmi rahat məhv eləyə bilərdi də müsəlmanları. Ancaq görün, Allah Taala ona o şey müvafiq eləmir. Yəni, özü sığışdırmır ki, yalan danışım mən. Özlüyünə, kişiliyinə sığışdırmır. Baxmayaraq ki, müsəlman deyil. Həmin vaxtda. Peyğəmbər sallallahu ona görə deyil, münafiqin əlaməti 3-dür. Yəni, müsəlmana yaraşmayan sifətdir. Əgər bu insanlığa yaraşmayan sifətdirsə, yalan danışmaq, insana yaraşmayan sifətdirsə, müsəlmana niyə özünə yaraşdırmalıdır buna? Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm münafiqin əlamətini saydıqda yalan danışmağı çıxardır. Nəyə görə? Müsəlmana yaraşmır. Amma bu günlərim bizim aramızda yalan danışmaq adi bir hala gəlib çıxıb. Peyğəmbər sallallahu aleyhi və səlləm balaca uşağa belə yalan danışmağı qadağan edib. Hansı ki, uşaq dərk eləmir. Ancaq Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan edib. Həsən el-Basri buyurur ki, münafiqlik yalan üzərində qurulub. Ona görə müsəlman yalan danışmaqdan uzaq durmalıdır. Həmçinin müsəlmanlar arasında belə yayılan böyük günahlardan da biri, dili ilə gətirilən günahlardan biri söyüş söyməkdir. Yəni, müsəlmana yaraşmır söyüş söymək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müsəlmanı söymək fasiqlikdir. Fasiqlik. Yəni, günah əməldir. Allahı razı salacaq əməl deyil. Ona görə müsəlman bu cür ifadələrdən uzaq olmalıdır. Müsəlmana yaraşmır. Həmçinin
aramızda geniş yayılan dil ilə qazandığımız günahlardan da biri zarafat etdikdə elədiyimiz, danışdığımız sözlərdir. Yəni insan zarafat eləyə bilər, din buna qadağa qoymayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm zarafat eləyirdi. Sələflər xüsusən də səfərə çıxdıqda zarafat eləyərdilər. Ancaq həddi aşmazdılar. Həmçinin o zarafatlarında yalan olmazdı. Ancaq bu günlərin bizim aramızda geniş yayılan nədir? Lətifə, anekdot deyirik arasında. Onun özü yalan üzərində qurulur. Müsəlmana yaraşmır. Sən bunu danışırsan, deyirsən, gülürsən, ancaq günah yazılır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan eləyib. Zarafat etdikdə belə yalanı qadağan eləyib. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən haqq olaraq mübahisəni tərk edən kəsin cənnətdə evi olmasına zamin duraram. Haqq olaraq mübahisəni tərk edən şəxsin cənnətdə evi olmasına zamin duraram. Və həmçinin buyurur ki, zarafat etdikdə belə yalanı tərk edənin cənnətin ortasında ev olmasına zamin duraram. Və buyurur ki, gözəl əxlaqı olanın cənnətin yuxarısında, üst mərtəbəsində ev olmasına zamin duraram. İstəmərsən Peyğəmbər sallallahu əleyhi və səlləm sənin evin cənnətin ortasında evin olması üçün zamin dursun. Bu hədisi xatırla və zarafatda belə yalan danışmaqdan uzaq ol. Yəni ona görə müsəlman bu cürə şeylərdən uzaq olmalıdır. Həmçinin yalandan vəd vermək müsəlmana yaraşmır. Vəd verdinsə əməl eləməlisən. Bilirsən ki, vəd verib əməl eləməyəcəksən. Deyirsənsə, Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi, bu müsəlmanın yox, münafiqin əlamətlərindən biridir. Vəd verdikdə vədini yerinə yetirməz. Müsəlman çalışmalıdır ki, vəd verdikdə vədini yerinə yetirsin. Avf ibn Nu'man radiyallahu anh buyurur ki, cahiliyyə dövründə kişinin susuzluqdan, acından ölməsi daha xeyirli idi. Nəinki vəd verib onu yerinə yetirməməsi. Bunlar hələ cahil idilər, bunlar hələ müşrik idilər, bunlar hələ kafir idilər, Allaha asi olan insanlar idi. Fikir verirsiniz. Deyir, bizim üçün susuzluqdan, aclıqdan ölmək daha şərəfli idi, daha yaxşı idi. Nəinki vəd verib vədi və xilaf çıxırsan. Bu günlər müsəlmanlar arasında görürsən ki, vəd verir, vədinə xilaf çıxır. Bu bizim üçün adiləşib. Bu bizim dilimizin gətirdiyi bəlalardır. Yəni, subhanallah, bu bizim üçün adiləşib. Həmçinin dilin ən çox yayıldığı bəlalardan da biri aramızda müsəlmanların sirrini açmaqdır. Kimsə sənə əmanət eləyibsə və yaxud da müsəlman bir sirrini bildinsə, eybini bildinsə, yayırlar. Xüsusən də görürsən, internetdə yayırlar, orada yayırlar, burada yayırlar. Yaraşmır müsəlmana. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir kişi sənə söz dedisə, çönüb getdisə, o sənin üçün əmanətdir. Əmanət. Yəni ona görə müsəlman dediqoddan uzaq olmalıdır. Müsəlmanların eyblərini axtarmamalıdır. Müsəlmanların eyblərini danışmamalıdır. Biz hədisdə dedik, kim ki müsəlmanların eybini axtararsa, onları danışarsa, evinin dərinliyində belə olsa, Allah Teala onun o eybini çıxardar və insanlara yayar. Müsəlman uzaq olmalıdır. Və sonda Peyğəmbər sallallahu bir də hədisini xatırlatmaq istəyirəm. Peyğəmbər sallallahu buyurur ki, "Əl-muslimu men səlimel muslimunə min lisanihi və yadihi." Bir müsəlman o şəxsdir ki, onun əlindən və müsəlman o şəxsdir ki, onun dilindən və əlindən başqa müsəlmanlar əziyyət görmürlər. Bu əzəmətli hədisdir və bilirsiniz ki, Peyğəmbər sallallahu az danışardı və danışdığı hər bir söz dərin mənaları əhatə edirdi. Əslində bir insanı vurmaq daha böyük xəsarət yetirir, nəinki dil. Misal üçün, bir insanı dillə söydün, amma bir insanı sən vurduqda o daha çox zərər çəkir. Amma fikir verin, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem birinci dili deyir, sonra əli deyir. Nəyə görə? Çünki müsəlmanlar başqa müsəlman qardaşlarından əlindən çox, daha çox dilindən əziyyət çəkirlər. Dilindən əziyyət çəkirlər. Ona görə
müsəlmanlar dilinə sahib çıxmalıdırlar. Müsəlmanlar danışdığı hər kəlməni düşünüb danışmalıdırlar. Danışdığı hər bir kəlmənin qiyamət günü hesabını verəcəyik. Ona görə Allah Subhanahu taala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Bizi ancaq doğru danışanlardan, az xəta edənlərdən eləsin. Sallallahu əleyhi və Muhammed və alə alihi və səhbihi ecmaîn.